Ruqayya vəfatından sonra Osman vəfatından subay qalır. Ömər ibn Xattab qızını evləndirmək istəyir. Yəni bu hadisəni çoxlar eşitməyib. O vaxtda Hafsanın da əri dünyasını dəyişir. Hafsa Peyğəmbərimiz sonra evlənib. Hafsanın əri dünyasını dəyişir. Sahabələrdən olur Mədinədə. Ömər ibn Xattab Osman'a deyir ki, evlənmək istəyirsən Hafsa. Osman deyir ki, sənə cavab verərəm. Niyə deyir cavab verərəm? Yəni rədd eləməz. Çünki eşitmiş Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyib Hafsa haqqında danışıb. Bir gün deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Hafsa nə edir? Necədir? Onu eşidiblər, biliblər ki, Rasul sallallahu əleyhi və səlləm evlənmək istəyir. Cavab vermir. Deyir sonra cavab verərəm. 3 gün gözləyir Ömər ibn Xattab. Ömər ibn Xattab da biraz sərt olur axı. Yəni mənə cavab vermir, yəni o mənada. 3 gündən sonra görəndə deyir ki, nə oldu ey Osman? Deyir ki, indi deyir evlənməyi düşünmürəm. Baxın, ədəbə baxın, demir qızını bəyənmədim və ya Rasulullahın da demir adını. Yəni düşün qızını bəyənmirəm. Deyir ki, indi deyir evlənməyi nə edirəm? Düşünmürəm. Subhanallah. Deyir hə, düşünmürsən. Sonra Ömər ibn Xattabı görür. Yəni o zaman insanlar qızlarını ən yaxşı insana verərlər. Utanmaq deyildi. Bəlkə zamanımızda buna pis baxırlar. O vaxt özləri evləndirərlər qızlarını, hətta bacısı olanda ki, müsəlman bacısı və ya qızını ki, ən yaxşı salih insan görəndə özü evləndirərdi. Və bu ədəb sahabələr, tabinlər, onun alimlərin vaxtından da son illərə qədər davam edərdi, subhanallah. Baxın, məşhur alimlərdən birisi Səid el-Musayyib. Öz tələbəsi bir gün dərsə gəlmir. Yəni kənara çıxım, tələbəsi dərsə gəlmir. Deyir, nə olub? Deyir, dünyasını dəyişib. Həyat yoldaşı. Deyir, bunu evləndirmək lazımdır. Qapını döyülür. Deyir, kimdir qapıda tələbə? Deyir, Səid el-Musayyib. O, qışqırır. Səid el-Musayyib mənim evimə mi gəlib? İnana bilmir. Yəni o böyük alim, tanınmış alim, heç kimsə evinə getməz, ancaq evində oturar, yəni dərs deyər. Deyir ki, qapını açır, deyir, nə olub, niyə gəlmişsən? Deyir, eşitmişəm, subay qalmışsan. Deyir, hə, səni evləndirməyə gəlmişəm. Deyir, necə evləndirmək? Bu da mənim qızım deyir. Bu da qışqırır, sevinir, anası qışqırır. Deyir, nə olub? Deyir, Səid el-Musayyib mənim qızını evləndirir. Subhanallah. Anası deyir ki, mütləq toy eləməli idi. Yəni bir qonaqlıq verməli idi. Evlənəndən sonra deyir ki, gedirəm atamın dərsinə, deyir, hələ deyir, evində qal, Peyğəmbərin sünnəsinə evdə qalmasan. Atamın elmi hamısı mənim sinəmdədir, hamısını əzbər bilirəm, deyir, qıza baxın. Sonra yenidən gəlir dərsinə, deyir, necədir, ailən necədir? Razısan, deyir, razıyam, əlbəttə razıyam, həm elmi, həm təqvalısı, həm gözəl. Çıxardır, yenə də pul verir ki, ailənə xərclə. O vaxtı belə olub salihlər. Nə edir? Əbubəkir deyir ki, ey Əbubəkir, deyir, bəlkə deyir, səni Hafsa ilə evləndirim. Deyir ki, yox. Çünki Əbubəkir də bilirdi ki, Peyğəmbərimiz sallallahu evlənmək istəyir. Gəlir Peyğəmbərimiz yanına, deyir ki, ey Allah Rəsulü, Osmana deyir, belə dedim ki, qəbul etmədi. Ömər ibn Xattab biraz şey oldu belə. Qəbul etmədi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, o zaman deyir ki, bəlkə deyir bundan deyir xeyirlisini deyir eləyək. Deyir, nədir xeyirlisi deyir? Mən deyir Hafsa ilə evlənirəm, Ümmü Kulsum da Osmanla evləndirirəm. Deyir, əlbəttə bundan xeyirlisi nə ola bilər ki, mənim qızımla Rasulullah evlənəcək. Çünki Peyğəmbər kimlə evlənir? Hafsa ilə evlənir. Ömər ibn Xattabın nədir? Qızı. Həmçinin kimi evləndirib Osmanla? Osman kimi evləndirib? İkinci qızı. Ümmü Kulsum. Ümmü Kulsum da ərinə eləmişdi, dünyasını dəyişmişdi. Ondan sonra Ömər ibn Xattab görür, deyir, ey deyir, Əbubəkir, ey Ömər deyir. Yəqin deyir məndən deyir əsəbləşmişsən, hə? Deyir, hə. Qəlbində bir şey var deyir. Deyir 100% deyir əsəblə deyir, hə. Deyir, bildin mən niyə görə qəbul etmədim? Deyir, yox. Deyir, Peyğəmbərimiz eşitmişdim ki, Hafsa ilə evlənmək istəyir. Ona görə Peyğəmbərimin sirrini mən gizlin saxlamışdım. Subhanallah. Yəni sahabelər də belə olurlar həqiqətən də.